Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Ümid edirəm işləriniz qaydasındadır. Deməli, ötən gün paylaşdığım videoda artıq türk soylu xarici vətəndaşların Türkiyə vətəndaşı kimi həmin ölkədə işləyə biləcəyi barədə məlumat verdim. Video çox böyük marağa səbəb oldu və mənə çoxlu sayda müraciətlər, mesajlar yazıldı ki, bu qərar nədir, necə bundan yararlanmaq olar və s. Əziz izləyicilər, qeyd etdim ki, yeni qanunla türk soylu əcnəbilər bundan sonra öz peşə və sənədlərini sərbəst şəkildə Türkiyədə icra edə bilərlər. Onlar həm dövlət, həm özəl müəssisələrdə asanlıqla işləyə biləcəklər. Yəni siz öz peşənizə və istəyinizə uyğun Türkiyədə hər hansı bir iş tapsanız artıq rahatlıqla çalışmaq üçün çəkinmədən rəsmi müraciət edə bilərsiniz. Yəni əvvəl Türkiyədə bir xarici vətəndaşın işləyə bilməsi üçün icazənin alınmasına tutaq ki, bir neçə ay vaxt lazım gəlirsə, artıq bu proses həm asanlaşacaq, həm də sürətli şəkildə icra ediləcək və siz qısa müddətdə çalışma izni alacaqsınız. Üstəlik həmin qanunla oturma izni almaq da asanlaşacaq. Çünki siz artıq əcnəbi sayılmayacaqsınız, öz vətəninizdəki kimi yaşayıb və işləyə biləcəksiniz. Hətta yerli vətəndaşlara şamil olunan bəzi imtiyazlardan da istifadə edə biləcəksiniz. Odur ki, işsiz olub iş tapmaq arzusunda olan, yaxud da işini dəyişdirmək istəyənləri ürəyincə olan bir iş tapmasını arzu edirəm. Və sizdən əziz izləyicilər xahiş edirdim ki, bu barədə daha çox adamın bilgi əldə etməsi üçün videonu həm bəyənib, həm də paylaşasınız.